Dərsə sistemində hüquq və vəzifə. Birinci başlayaq. Bizim məktəbəqədər təhsil sisteminin əsas iştirakçılarından biri kimlərdir? Uşaqlar. Uşaqlardır. Hı Bəli. -hı. Məlumat verək. Uşaqlarımızın Uşağın hüquq və vəzifələri. Bəli, uşaqların əsasən vəzifələri odur ki, cəmiyyətin davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, dövlətimiz, xalqımız üçün əxlaqlı, keyfiyyətli bir şəxsiyyət kimi fəaliyyət göstərmək, valideynlərinə, vətəndaşların hüquqları, mənafelərinə, öz xalqının, başqa xalqların ənənələrinə, milli mənəvi dəyərlərinə hörmətlə yanaşmaq, tarix, mədəniyyət abidələrini, ətraf mühiti qorumaq, bir sözlə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək uşaqların borcudur. Bu, məktəb yaşdan başlayır. Bir də var uşaqların hüquqları, yəni onların bağçada, məktəbəqədər təhsil müəssisəsində hansı hüquqları var? Burada uşaqların hüquqları onlar üçün həyatı, sağlamlığı üçün təhlükəsiz şəraitin yaradılması, uşaqların mənəvi, psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət standartlarına uyğun olaraq keyfiyyətli təhsillə təmin olunması, sonra uşaqların müəyyən olmuş normativlərə uyğun olaraq onlara keyfiyyətli qida ilə təmin edilmək, asudə vaxtını, istirahətini təşkil etmək, məsələn, meyil maraqlarının reallaşdırılması, yaradıcılıq, əmək fəaliyyəti, estetik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün münasib şərait yaratmaq. Bir də ki, burada bağçada uşaqlar, məsələn, ödənişsiz tibbi xidmətdən istifadə etməlidirlər. Yəni onların hüquqlarıdır. Məsələn, tutaq ki, bağçada hər hansı bir Bəli. uşağın sağlamlığı ilə bağlı problem yaranıbdır. Buna görə tibbi müayinə zamanı xidmətlərinə yararlana bilər ödəniş şəkildə. Məsələn, ödənişsiz şəkildə. Bəli. Məsələn, bağçada elə olur ki, nitq qüsurlu və yaxud da əqli qüsurlu, eşitmə, görmə qabiliyyətində problemlər olur. Bu problemləri aradan qaldırmaq üçün, yəni korreksiya işlərinin aparılmasında psixoloji, tibbi, pedaqoji yardım olmalıdır. Məsələn, nitq qüsurludursa, burada loqopedin köməyi olmalıdır. Əqli qüsurludursa, defektoloq kömək etməlidir. Bəli. Bir də burada uşaqların sağlamlığına, mənəvi və psixoloji durumuna zərər vuracaq bütün informasiya və təbliğatdan müdafiə olunmaq və onların şəxsiyyətinin alçaldılmasına, mənəvi, psixoloji durumuna zərər vuran, sağlamlığına zərər vuran, fiziki və psixoloji zorakılıq kimi hallardan müdafiə olunmaq, bütün hamısı bunların uşağın hüquqlarına aiddir. Tamam müəllim. Bir Bəs də uşaq deyirik də, məsələn 2 yaşdan düşünək 5 yaşacan bir uşaq bağça məktəbəqədər təhsil müəssisəsində təhsil alan, ilk həyatında təhsil alan uşaqlar. İndi bunları deyirik, çox qəşəng. Bəs onlar hələ onu tam başa düşmür axı, hüququ, vəzifəsi. Bunları necə şəkildə uşaqlarda formalaşdırırıq tərbiyəçi müəllimlər? Necə etməliyik ki, uşaqlar öz hüquq vəzifələrini hələ bağça dövründən öyrənsin? Məktəbdə də davam etsin bu proses. uşaqlara Hı -hı. olan, Bu öhdəlik əsas onların yəni müəllimlərin üzərinə düşür, düzdürmü? Tərbiyəçi bəli, müəllimin. keyfiyyətli bir, məsələn, bunu deyirsiniz də, məsələn, şəxsiyyət yönümlülük prinsipinə aiddir. Keyfiyyətli şəxsiyyət kimi formalaşdırmalıyıq. Məsələn, o o sağlamlığına, sağlamlaşdırıcı oyunlardan istifadə edən bunlarmı deyirsiniz, yoxsa? Məsələn, bir uşaq düşünək, 3 yaşı var və Hı hı. ona vəzifəsinin bunlar olduğunu biz deyirik də, tərbiyəçi müəllimlər, düzdürmü? Hı hı. Uşaq bunu başa düşmür. Yəni burada bu hissəyə başlayanda birinci olaraq onu deyirik ki, balaca yaş olduğuna görə, hələ yeni ilk təhsil müəssisələri olduğuna görə uşaqlarda bu haqqının nə olduğunu, vəzifəsinin nə olduğunu biz müəllimlər aşırırıq zamanla. Məsələn, tutaq ki, müəllimin verdiyi tapşırıqlara əməl etməli olduğunu, onun borcu olduğunu, məsələn, ilkin etapda öyrədə bilərik. Tutaq ki, məsələn, müəllim nəsə bir iş tapşırıb və onun o işin icrasını məşğələ zamanı həyata keçirmək. Bunlar sadə tərkibli vəzifələrdir, borcudur və eyni zamanda digər hissələrlə davam eləyirik uşaqlarda. Amma yerdə qalan o müəllim kimi, tərbiyəçi müəllim kimi, valideyn kimi və yaxud da ki, qəyyumluğunda şagird olan hər hansı qanuni nümayəndələr üçün hüquq və vəzifələr onların özünün öhdəliyindedir. Amma uşaqlarımız deyəndə, məktəbəqədər müəssisədə təhsil alan uşaqlarımız deyəndə bunu biz aşılayırıq. Yəni bu da bir növ bizim borcumuz kimidir ki, uşaqlara haqqını
hüququnu öyrədirik. Davam Bəli, eləyək tərbiyəçi müəllimin hüququ. bəli, təhsil verən, yəni tərbiyəçi müəllimin hüquqları var. Burada şərəflə, ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək, mükafatlandırılmaq, təltif olunmaq, təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq. Məsələn, burada bağçada müəllimin tətbiq olunan forma, metod, resurslar olsun, iş formaları, bunlardan sərbəst istifadə etmək, sərbəst seçmək. Sonra təhsil prosesinin təşkili və idarə olunmasında təhsil layihələrində iştirak Hı etmək, hı. yəni bağçanın təkmilləşdirilməsi, daha yaxşı fəaliyyət göstərilməsi ilə bağlı təkliflər irəli sürmək. Bütün bunlar yəni tərbiyəçi müəllimənin hüquqlarıdır. Bəli, Bir haqqıdır. də var, vəzifələr var. Hı hı. Vəzifələr də odur ki, məsələn, ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini artırmaq, yüksəltmək, attestasiyadan keçmək, sonra uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika, əxlaq normalarına riayət etmək, təhsil işçisi kimi adını yüksək tutmaq, şərəfli olmaq, ziyalılıq nümunəsini göstərmək, uşaqların təhlükəsizliyini və sağlamlığını qorumaq, təhsil alanları Hı. müəyyən edilmiş təhsil standartları əsasında təlimini hazırlamaq, təkmilləşdirmək, müəyyən edilmiş qaydada ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək Bəli, bu da bizim vəzifələrdir. borcumuzdur. Bəli, Hı hı. müəllimənin borcu məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək. Sonra Aydın. Orada nə var idi? Məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək, əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyaları yerinə yetirmək, bilavasitə iştirak etmək və onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, təlim və uşaqların təlim tərbiyəsi ilə, inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək, birgə fəaliyyət göstərmək. Da keçən dəfə demişdik, əməkdaşlıq, birgə fəaliyyət nəticəsində uşaqlar haqqında məsələn müəllim məlumatlar verir, Dövlət valideyn standartımızın da mövzulardan tərkib hissəsi məktəb valideyn əlaqələrinin Bəli, tənzimlənməsi, bəli, o bağçadan başlayır ki, o düzgün şəkildə riayət olunsun. Başqa bəli, məşğələ, məsələn, uşaqlara keçdiyi məşğələdə mövzuları mənimsətmək də vəzifəsi ola bilərmi? Uşaqların bəli, yaş qruplarına uyğun şəkildə onları həyata keçirməsi, mənimsətməsi, bəli. bunlar da vəzifə Bəli, öhdəliklərindəndir. vətənpərvər ruhda tərbiyə etmək, hörmət, dövlət rəmzlərinə məsələn hörmət etmək, adət-ənənələrimizə, milli Aydın. mənəvi Bir növ dəyərlərimizin şəxsiyyət yönümlülük qorunması. prinsipinə riayət edərək milli Bəli, bəşəri dəyərlərimizin qorunması, qorunması. onları aşılamaq, o hissi uşaqlarda formalaşdırmaq, bağçadan başlayır. Təbii ki, oxşarlıq var, o milli bəşəri dəyərlərimizin, o valideynlərlə məktəb müəllimlərinin oxşarlığı ola bilər vəzifədə. Müəllim də borcudur, valideyn də borcudur ki, tərbiyəli bir, vətənə layiq bir şəxsiyyət Bəli, yetişdirsin. şəxsiyyət yetişdirsin. Bəli. Bəli. Tərbiyəçi Əmək əmək funksiyası. funksiyası nədən ibarətdir tərbiyəçi müəllimin? Yəni burada belə deyim də, yəni bağçada deyil, məktəbəqədər müəssisədə tərbiyəçinin fəaliyyəti məzmunu əks etdirən sənədlər var. Dedi ki, təlim-tərbiyənin planlaşdırılması, uşaqların davamiyyət dəftəri, yəni davamlı olması, Bəli, qrup onlar o valideyn iclasları, sənədləşdirmədir. bəli, Eee, protokollar, əmək yaxşı deyək funksiyası onu. da Mhm. uşaqların tərbiyəsini hərtərəfli, məsələn, harmonik inkişafını təşkil edir, həyata keçirilir, onları məktəbdə təlimə hazırlayır, qrupda Aydın. hər bir uşağın səhhətini, vəziyyətini möhkəmləndirmə işini izləyir. Məsələn, sonra orada təlim-tərbiyə işi planlaşdırılır, uşaqlar üçün müəyyən edilmiş gün rejimi yerinə yetirilməsini təmin edir, uşaqların səhhəti haqqında bağçanın rəhbərliyinə və tibbi heyətə müntəzəm olaraq məlumat verilir. Bu da pedaqoji biliklərin deyir yayılmasını təşkil edir. Uşaqlarda ailədə tərbiyəsində dair valideynlərlə iş aparır, yəni tərbiyəçi müəllimə. Mhm. Sənədlər də dedim ki, yəni oyunlar, metodik ədəbiyyatın vasitələri, məşğələlərin konseptlərinə kateqoriyası, qrup valideyn iclaslarının protokolları, uşaqların davamiyyət dəftəri, yəni davamlı olması, uşaqların müşahidə dəftəri, yəni tərbiyəçi müəllim keçən dəfə demişdik orda Hı hı. müşahidə metodunda müəllim uşaqları müşahidə eləyir, o valideynlərlə uşaq haqqında məsələn məlumatlar toplayır. Məsələn, onun hər hansı bir Bəli. problemi, qüsuru varsa məlumatları öyrənir. Sonra dedik təlim-tərbiyə işinin planlaşdırması, bunlar hamısı yəni tərbiyəçinin fəaliyyətinin məzmununu əks etdirən sənədlərdir. Bir növ tərbiyəçi müəllim kimi məktəb, bağçada, məktəbəqədər müəssisədə nə kimi işlər həyata keçirir, onun ardıcıllığı da planlaşdırmadan başladıq. Şagirdin Bəli, hansı ki, davam protokollar, protokolu, davamiyyət. bəli, portfoliolar da keçmişdik, qiymətləndirmə. Bəli, Bunlar da bəli. daxildir bizim
gündəlik fəaliyyətimizin tərkib hissəsinə. Yaxşı, məktəbəqədər təhsil müəssisəsi olsun, istər ümumi təhsil müəssisəsi olsun, təhsil üçbucağı anlayışı hər bütün müəssisələr üçün deməli uyğundur ki, məktəb, valideyn və şagird əlaqəli şəkildə müntəzəm işləməlidir. Bunu biz bağçadan da deyirik. Valideyn Bəli. olaraq düşünək özümüzü, yaxud da ki, valideynlərimizin hüquq və vəzifələrini təhlil edək. Buyur. Bəli. Burada deyir ki, təhsil alanların, yəni uşaqların hüquqlarını, maraqlarını müdafiə etmək, müəssisənin ictimai idarə olunmasında, mədəni kütləvi tədbirlərin təşkilində iştirak etmək valideynin hüququdur. Məsələn, müəssisə rəhbərliyi pedaqoji kollektivlə əməkdaşlıq etmək, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək, evladı, yəni qəyyumluğunda olan şəxs üçün məktəbəqədər təhsil müəssisəsini seçmək. Bir də Hı ki, hı. orada dedik ki, uşaqlar üçün məktəbəqədər təhsil müəssisəsində təhsil prosesinin təşkili, daha keyfiyyətli olması, məsələn, valideynin övladının qəyyumluqda olan şəxsin, yəni davranışı, təhsilə marağı, qidalanması, xidmət şəraiti haqqında məlumat almaq və sairə hamısı valideyn hüquqlarıdır. Bir də Bəli. var, vəzifələri var yenə. Borcu. Bayaq uşaqların necə, yəni borcu var. O hansı Aha, borcu var onları ki, da məsələn, deyək. deyir ki, evladını erkən yaşdan fiziki, əxlaqi, intellektual inkişafına şərait yaradır. Borcu odur. Övladını Azərbaycan xalqının adət-ənənələrinə, Azərbaycançılıq, Yəni onun məfkürəsinə, vətənə inkişafına mane olmadan böyüdür. bəli, Borcudur ki, o uşağın hər hansı bir inkişafında problemlər yaşamasın. O onun bəli. öhdəliyindədir o mənada. Aha. Məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək, məsələn, uşaqlarda məktəbəqədər təhsil müəssisəsi valideynlər və digər qanuni nümayəndələr arasında bağlanmış müqavilələrin şərtlərinə əməl etmək valideynin vəzifələridir. Dedik ki, yenə uşaqları vətənpərvər ruhlarına, dilinə hörmət etmək, vətənə məhəbbət ruhunda, yəni mənəvi dəyərləri qoruması bu ruhda tərbiyə etmək Sağlam valideynin psixoloji borcudur. Dedik. mühitdə təhsil almaq uşağın haqqı idisə, Bəli. cəmiyyətə yararlı, sağlam düşüncəli şagird Uşaq yetişdirmə yetişdirmək öhdəliyi isə o ki, valideynin valideynindir. Burada borcudur. oxşarlıq var, ona görə deyirik ki, təhsil üçbucağı anlayışı daim bir-birindən vəhdət təşkil edir. Əlaqədədir, bəli. Hı hı. Çox sağ ol.